Hər vaxtınız xeyir Qoşqar müəllim. Hər vaxtınız xeyir. Qoşqar müəllim, əlavə təhsilə qeydiyyat nə zaman başlayır? Hansı ixtisaslar var? Kimlər müraciət edə bilər? Əlavə təhsil üçün şərtlər hansılardır? Zəhmət olmasa bizə məlumat verin. Əlbəttə. Əlavə təhsilin müraciətləri deyim ki, bu günlərdə başlamalıdır. Yəni bu gün də başlaya bilər, sabah da başlaya bilər, bu günlərdə başlayacaq. Ona görə də tələsmək lazımdır. Bunu əvvəlcədən deyim. Əlavə təhsil budur ki, siz məsələn universitet, hər hansı bir ixtisas üzrə universitet təhsili almısınız. İkinci səfər məsələn hüquq təhsili almaq istəyirsiniz, və yaxud idarəetmə oxumaq istəyirsiniz, və yaxud maliyyə oxumaq istəyirsiniz, fərqi yoxdur. İmtahan vermədən gəlib müraciət edib qəbul ola bilərsiniz. Yəni heç bir imtahan vermədən ikinci universitetinizi oxuya bilərsiniz. Və yaxud deyək ki, siz kollecdə hər hansı bir ixtisası bitirmisiniz, tibb kolleci oxumaq istəyirsiniz məsələn, və yaxud maliyyə ilə bağlı kolleci oxumaq istəyirsiniz, bank işi, orta işi. Yenə də imtahan vermədən gəlib kollec oxuya bilərsiniz. Deməli, əlavə təhsil üçün lazım olan sənədlər, müraciət proseduru ilə bağlı bizlə əlaqə saxlaya bilərsiniz. Biz ətraflı şəkildə sizə məlumat verə bilərik, müraciətinizi də edə bilərik. Məsələn, Qoşqar müəllim, qeyd elədik ki, əlavə təhsil üçün, məsələn, bitirib hər hansısa bir ixtisas, məsələn, maliyyəni. Bu gün hüquq oxumaq istəyir. Heç bir imtahan vermədən hüquqa qəbul ola bilər. Tamamilə doğrudur. Heç bir imtahan vermədən hüquq təhsili ala bilər. Hüquq təhsili Azərbaycanda 3 universitetdə var. Qısaca onu da deyim. 2 universitet, yəni Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası hüquq təhsili üçün hər hansı bir imtahan istəmir. Bakı Dövlət Universiteti isə daxili bir imtahan istəyir. O da kiçik, sadə bir imtahan.